Salam uşaqlar, bu günləri biz Səfəvi mövzusunu təkrarını edəcəyik. Sıralamamız belə olacaq. Aysu, Aysel, Yeganə və Əkbər. Belə gedirik. Hamı öz növbəsini bilsin. Aysu, sənlə başlayaq. Aysu, Səfəvi dövləti nə vaxt yarandı? İlk paytaxt hara idi? 1501-ci ildə Şah İsmayıl tərəfindən paytaxt Təbriz idi. Təbriz idi. Ümumiyyətlə, paytaxt dəyişikliyi edən hökmdarlar kimlər olub Səfəvi dövlətində? İsmayılın dövründə Təbriz olub, sonra 1-ci Təhmasibin dövründə dəyişibdi, paytaxt Qəzvin olub 1555-də. Sonra 1598-ci ildə 1-ci Abbas İsfahana köçürdü. Bəli. Bu cür paytaxt dəyişiklikləri həyata keçiriblər. İndi sən mənə de görüm, Səfəvi dövləti neçənci ildə olan döyüşdən sonra artıq imperiya adlanacaq? Mərv döyüşü 1500. Kimlər vuruşub burada? Şeybanilərlə Səfəvilər, Şeybanilər məğlub olur, Səfəvilər Xorasanı tutur. Bəs 1510-cu ildə Səfəvi dövlətinin ələ keçirdiyi ərazilər hansılar idi? Dərbənd, Dağıstan. Bəs neçənci əsrdən sonra biz başlayaraq Səfəvilərdə irsilik prinsipi görəcəyik? 17-ci əsrin 2-ci yarısı. Bəli. Sonra deyirik ki, Səfəvilərlə Osmanlının müharibəsinin birinci dövrü neçənci illəri əhatə edir? 1514-55. Və bu 1514-1555-ci ildə baş verən döyüşdə Azərbaycanlı Səfəvi hökmdarları kimi götürürük, Osmanlı hökmdarı olaraq kimləri götürərik ki, birinci mərhələdə onlar vuruşubdu? Birinci Səlimdən İsmayıl vuruşur. Əvvəl, Sonra Təhmasib var idi, bir də Süleyman. Bəli, onların dövründə davam etdiriləcək. Onda Aysel desin. Aysel, bəs Çaldıran döyüşü nə vaxt oldu? 1514 avqustun 23-cü. Burada vuruşan hökmdarlar kimlər idi? Şah 1-ci İsmayıldan Səlim 1-ci Səlim. Və kim qalib gəlir burada? Osmanlılar. Bəs hansı əraziləri tutacaqdı Osmanlılar? Mosula qədər ki, Cənub-Şərqi Anadolu tuturlar, Cənubi Qafqazda geniş ərazilər əldə edirlər, bir də ki, yaxın və orta şərqdə güclənirlər. Bəli. Birinci İsmayıl vəfat edəndən sonra hakimiyyətə kim gələcəkdi? Oğlu 1-ci Təhmasib 1524-76-cı illərdə hakimiyyətdə. Bəli. Təhmasibin dövründə də deyirik ki, yenə Osmanlı ilə müharibələr davam etdiriləcək və Sultan Süleyman Qanunun Azərbaycana 4 dənə yürüşü olubdu. Neçənci illərdə idi bu yürüş? 1534, 1535, 1548, 1550. Deyirik ki, bu yürüşdə, hansı yürüşlərdə deyə bilərik ki, Osmanlılar Bağdadla birlikdə Ərəb İraqını ələ keçiribdi? Birinci yürüş 1534. Və deyirik ki, hansı yürüşlərdə yandırılmış torpaq taktikasından istifadə olunub? Dördündə də. Bəs onda hansı yürüşdə deyirik ki, hamısında elə bil eyni ərazi yandırılıbsa, yürüşün birində fərqli ərazi yandırılıb. Hansı yürüş idi bu? Dördüncü yürüş idi. Əvvəlkilərdə Təbriz idi, burada Naxçıvan. Yandırılacaqdı. Bəs onda yaxşı, Təhmasibin dövrü üçün köçürmə siyasət həyata keçiribmi Təhmasib? Hansı ərazilər? Süleymanın yürüşləri zamanı İrəvan, Naxçıvan, bir də Qarabağdan. Bəli, köçürübdü. Bəs Təhmasibin əks hücumu nə vaxt idi? 1552-ci ildə Muşa qədərki yaşayış məntəqələri tutulur. Bəli. Bulud qalası yaxınlığında döyüş nə vaxt idi? 1554-də olur, Səfəvilər qalib gəlir. Bəli. Bəs yaxşı, neçənci yürüş idi ki, Süleymanın? Deyirik burada Şirvanda qiyam qaldırmış Əlqas Mirzənin təhriki ilə baş vermişdi bu da. 1548-ci il yürüş. Bəli. Keçdik Yeganə sənə. Yeganə, birinci Səfəvi Osmanlı müharibəsi hansı sülhlə yekunlaşır? Amasya 1555. Bəli, nə deyirik Amasya'nın şərtində? Səfəvilər bütün Azərbaycanın Şərqi Gürcüstanlıların öz əllərində saxlayır, Osmanlı isə Bağdadla Qərbi Gürcüstan. Qərbi Gürcüstan, Bağdad daxil Ərəb İraqı, bəli, Osmanlılarda qalacaq. Yeganə var, əsasən Azərbaycanı vahid halda birləşdirmiş hökmdar və var, Azərbaycanı vahid halda birləşdirmiş hökmdar deyəndə kimləri götürürük? Birinci Təhmasibi bütün Azərbaycanı vahid halda birləşdirib. Bəli, əsasən deyəndə Şah 1-ci İsmayılı götürəcəyik.
Çünki Şah 1-ci İsmayıl da Şirvanşahları və Şəkini özündən asılı vəziyyətə salıbdı, ancaq onların daxili müstəqilliyini özləri qoruyub saxlaya bilirdi. Ancaq 1-ci Təhmasib ümumiyyətlə onların daxili müstəqilliyini də sona çatdıracaq. Deməli, Təhmasibin Şirvana özündən asılı vəziyyətə salması, ümumiyyətlə Şirvanşahlar dövlətini süquta uğratması neçənci illə götürürük? 1547. 1547-dir. Şirvanşahlar dövlətinin asılı vəziyyətə salınması. Ümumiyyətlə süqutu. 38. Bəli, 1538-ci ildə Şirvanşahlar dövləti asılı vəziyyətə düşəcəkdi də. Asılı deyəndə yəni süqut eləyəcək ümumiyyətlə. Yeganə gəl onda xatırlayaq görək Şirvanşahlar dövləti nə vaxt yaranmışdır ki, indi də süqut elədi? Şirvanşahlar dövləti 861-də. Kim yaratmışdı? İlk paytaxt hara idi? İsam İbn Xalid Şirvanda yaranmışdı. Əbu Talib də 1918-də Şamaxıya köçürür. Aha, Şamaxıdan sonra hara köçürülüb paytaxt? Bakıya köçürülüb, Ağstan. Neçənci ildə? 92-də. Aha, doğrudur. İndi bununla da biz deyirik ki, Dərbəndilər sülaləsi də süqut eləyəcək. Gəl onda xatırlayaq görək Dərbəndilər sülaləsi nə vaxt hakimiyyətə gəlmişdi ki, indi 1538-də süqut elədi. 1127-də. 1127 mi? Yox, o Kəsranilər idi. Kəsranilər də 1027-də idi. Əkbər nə vaxt idi? 1382. Bəli, 1382-dir, yeganə doğrudur. Sonra gəldik, belə bir sual da verim. Bəs Şirvanşahları süquta uğradandan sonra Şirvanşahların ilk bəylərbəyi kim olacaq? Toğrul bəy Qacar. Xeyr. Əlqas Mirzə. Əlqas Mirzə olacaqdı. Yeganə bəs deyirik ki, Şəki hakimliyinin son qoyulması nə vaxtdır? 1551. 51. Onda gəlin bunu da xatırlayaq. Və Şəki hakimliyi nə vaxt yaranmışdı? 8-ci əsrin 30-cu illəri. 8-ci əsrin 30-cu illəri bəlkə Tiflisi idi. Əkbər nə vaxt yaranmışdı? Mən də. Şəki hakimliyi nə vaxt yaranmışdı? Şəki hakimliyi 9-cu yüzilliyin əvvəllərində, 60-cı illəri. 9-cu əsrin 60-cı illərində Şəki hakimliyi yaranmışdı. İndi yeganə deyirik Şəkinin də ilk qızılbaş hakimi kim olacaq? Toğrul bəy Qacar. Doğrudur. Əkbər sənlə davam edək. Əkbər deyirik Azərbaycanın vahid halda birləşdirilmiş dövlətlər hansılar olubdu? Sacilər, Salarilər, Eldənliklər. Atabəylər, Bəli, indi də düzdür. Bunlar Səfəvinin özü. Səfəvin özü. Bəs ikinci Səfəvi Osmanlı müharibəsi deyəndə neçənci illəri götürürük? 1514-1555. O Səfəvi davam elə. 1578-1590, 1600. 3 Yox, 1603-dən bir də 1639-a qədər. olan dövrləri götürə bilərik. İkinci Səfəvi Osmanlı müharibəsinin başlayanda Səfəvi hökmdarı kim idi? Osmanlı hökmdarı kim idi? Birinci Səfəvi Osmanlı müharibəsi başlayanda. Daha doğrusu ikincisi. Birincini qızlar dedi. İkinci Səfəvi Osmanlı müharibəsi başlayanda Osmanlı da üçüncü sırada idi. Şeydə də, səbəblərdə də Məhəmməd Xudabəndi. Bəli, Məhəmməd Xudabəndənin dövründə başlayacaqdı. Məhəmməd Xudabəndənin dövründə başlayanda ümumiyyətlə səbəb nə idi də? Niyə başladı bu? Nəyi bəhanə etdilər, nəyi fürsət bildilər? Nəyə fürsət? Səbəblər dövlətində olan ziddiyyətlərdən də feodal çəkmələrdən istifadə edilir. Bəli, bu vaxtda Van hakimi Xosrov Paşa elə bir kütləri təhrik edəcək ki, Azərbaycan ərazisində belə deyək üsyan eləsinlər, hücum eləsinlər, bəli. Onlarla birlikdə Xoya hücum edirlər. Bununla da Amasya sülhünün şərtləri pozulmuş olacaqdı. Gəldik Çıldır döyüşünə. Əkbər neçənci ildə oldu? 1578-də Osmanlı qalib gəldi. Və hansı ərazini işğal etməsinə artıq şərait yaranacaq? Şirvana.
Bəli, Şirvan. Burada ümumiyyətlə Çıldır döyüşündə Səfəvilərin məğlubiyyət səbəbi nə ola bilər? Taktik problem də, taktik problem, ordu nizamsızlığı və s. Bəli, Osmanlının qüvvələrin nisbəti yaxşı silahlanması bizi də özbaşınalığımız, hərkərkəliyimiz, bəli, bu müharibənin məğlubiyyətinə səbəb olacaq. Sonra var idi Şirvanın Osmanlı tərəfindən tutulması. Neçənci illə götürə bilərik bunu? Şirvan Osmanlı tərəfindən tutulması 1578-də. Bəli. Deyirik ki, bu 2-ci Səfəvi Osmanlı müharibəsinin ən böyük Səfəvi üçün qalibiyyəti olan döyüş. Hansı döyüşlə götürərik? Niyazabad döyüşü. Niyazabad. Molla Həsən də var. Bəli. Molla Həsənlə götürürük. Molla Həsən neçənci ildə oldu? 78. Bəli. Nəticə nə olacaq burada? Səbəbi qalib çıxır. Qalib gələcək və hansı ərazini işğaldan azad edirik? Şirvanı. Şirvanı. İndi Molla Həsənli də vuruşanlar kim idi? Səfəvi Osmanlı Krım qüvvələri. Krım idi, bəli. Krım xanı Adil Gərədə burada əsl götürüləcəkdir. Və gəldiyi hansı döyüş idi ki, deyirik ki, burada Osmanlılar iki cəbhədə, daha doğrusu Səfəvilər iki cəbhədə vuruşmaq məcburiyyətində qalırlar. Şeybaninin hücumu. Hansı döyüşü götürərik? Niyazabad döyüşündən. Bəli, Niyazabad nə vaxt idi? 1583-də. Bəli, bir tərəfdən şərqdən Şeybanilər, qərbdən də Osmanlı ilə vuruşacaq. Kim qalib gəlir burada? Səfəvilər. Səfəvilər qalib gələcək. Sonra Sufyan döyüşü var. 2 dənə Sufyan döyüşümüz var. Birində 1585-də deyil, biri 1035-də də biri. hansında biz qalib gəlirik? 1035-də oldu. 1605-də. O vaxtı Səfəvi hökmdarı kim idi? Şah 1-ci Abbas. 1-ci Abbas idi. Sonra deyirik Qeysəriyyə bazarının yandırıldığı döyüş hansı idi? Sufyan döyüşündən sonra 1586-da. Nə vaxt yaradılmışdı bu Qeysəriyyə bazarı? İndi də yandırıldı. Bəli. Kimin belə deyək? Bəli. Bizdə ümumiyyətlə bu Səfəvi Osmanlı müharibəsində, 2-ci Səfəvi Osmanlı müharibəsində Səfəvilərin belə deyək, ordu komandanı kim idi? Həmzə Mirzə. Həmzə Mirzə istəyirdi ki, sülh bağlasın. Amma hansı ərazinin üstündə düyün nöqtəsi yaranır ki, sülh uzanır, bağlanmır? Mirzə deyir ki, bir dənə Təbrizə verin, qalan nə alırsınız alın. Onlar da nə deyəcək? Onlar da elə fikir mübadiləsi aparır da. Onlar da deyir, hazır tutmuşam, niyə verirəm ki sənə? Və bunun üstündə sülh danışığı yarımçıq qal. Elə bu həşirdə də Həmzə Mirzə öldürülür. Həmzə Mirzə öləndən sonra da Azərbaycanın işğalı, Xorasanın işğalı olur. Neçənci illərlə götürürük bunları? Xorasan 1586-89-da. Bəli, Xorasan da işğal olunur. Azərbaycan böyük bir hissəsi işğal olunacaq. Ümumiyyətlə, bax, bu işğalların hamısı Məhəmməd Xudabəndənin ayağına yazmaq da düzgün deyil. Çünki Xudabəndə gedəcək nə vaxt hakimiyyətdən? 1587-də. Abbas gələcək. Amma biz deyirik ki, 89-a qədər ərazilərin tutulması vardı da. Yəni, o sırf hamısı Xudabəndənin vaxtında deyil. Yəni, Abbasın da vaxtına düşən bir müəyyən mərhələlər var idi. Və ümumiyyətlə, 2-ci Səfəvi Osmanlı müharibəsi nə vaxt bitir, hansı sülhlə bitəcək? Şərtlərində deyil. İstanbul sülhündə nə deyirik? Geniş ərazilər itirir. Lənkəran, Xalxalı, Qaracadağ, Ərdəbil istisna olmaqdan bütün ərazilər Osmanlıya verilir. Və Şərqi Gürcüstanla İranın qərbi naqibəti nə olur? Osmanlıya verir. Osmanlıya verəcəkdir. Düzdür. Belə, bu qədər.